Salam, bölmə 3, sınaq 5-ə baxırıq. Başlayaq. Hansı bitkinin gövdə şəkli dəyişməsi soğanda olduğu kimi, yəni soğanaqdır? C. Nərgiz. Şəkildə vegetativ çoxalmanın hansı üsulu verilmişdir? Şəkildə görürük ki, biz gövdəçiliyi ilə çoxaldılır. Burada da cavab olacaq gövdəçiliyi ilə. D. Hansı bitkini gövdəçiliyi ilə çoxaltmaq olar? Qızılgüldür, qarağatdır, söyüddür bunları. A. Verilənlərin hansında yumurtalıq sayı yumurtacıq sayına bərabər olur? İki şərt olacaq sizə. Ya yumurtalıq sayı yumurtacıq sayına bərabər olacaq, ya da yumurtacıq sayı yumurtalıq sayından çox olur. Əgər yumurtalıq sayı yumurtacıq sayına bərabərsə, bu bir toxumlu meyvələrdir. Əgər yumurtacıq sayı çoxdursa yumurtalıqdan, bu çox toxumlu meyvədir. Burada da mən bir toxumlu meyvə istəyir, burada olacaq albalı. Yəni çərdək meyvələr və ya dən meyvə və yaxud da ki, toxumca meyvə, fındıq meyvə götürə bilərəm. Bunlar hamısı bir toxumlu meyvələrdir. 5-də pomidor bitkisinin bir meyvəsində olan toxumların əmələ gəlməsinə cəmi 160 hüceyrə iştirak etmişdir. Bu meyvə neçə toxumludur? Bilməlisiniz ki, 2 qat mayalanmada bir toxumun əmələ gəlməsinə 4 hüceyrə, 3 qamet iştirak edir. Bu da mənə deyir, 160 hüceyrə iştirak edib. Əgər bir toxumun əmələ gəlməsinə 4 hüceyrə iştirak edirsə, x qədər toxuma da 160. X-im deyəcək 40. D variantı. Hansı bitki meyvəsi yalançı meyvədir? Almadır, armuddur, əzgildir, heyvadır. Bunlar yalançı meyvə adlanır. Niyə? Meyvənin əmələ gəlməsə çiçək yatağı da iştirak edir. D. Çərdək meyvənin hissələrindən hansı yanlış adlandırılmışdır? Dəricik xarici qat. Lətli hissə, ümumiyyətlə belə yadınıza saxlayın. Ən daxil çərdəkdir. Çərdəyin üzərində lətli hissədir, sonra dəricik olan hissədir. Bu da mənə deyir ki, çərdək xarici qatdır, xeyr, çərdək daxili qatdır. C yanlışdır elə. Buğda bitkisinin hansı rəqəmə vermiş hissəyə ziqotdan başlanğıc götürməyib? Ziqotdan başlanğıc götürəcək yalnız rüşeyi, götürməyəcək də endosperin, bir də toxum qabığı ümumiyyətlə kağıt məlumatda iştirak etmir. Burada 1 və 4 ilə toxum qabığını görsədir, 3 ilə də endosperim, 2 rüşeyimdir. Rüşeyim ziqotdan inkişaf edir. Endosperim və qabıq rüşeyimlə inkişaf etmir. Olacaq 1, 3, 4. 9. Boşluqlara uyğun gələn ifadəyə müvafiq olaraq cədvəldə sütunları yerləşdirin. Mayalanması su mühitinə gedən ziqotdan dişi bitki üzərində ayaqçıqlı qutucuq desə mamırdır. Bitki qrupu mamır, elə qutucuq, ayaqçıqlı qutucuq və mamırlar uyğundur. Vegetativ yolla müvafiq olaraq soğanaq və kökümsovla. Soğanaqla soğan, nərgiz, dağ laləsi bunlar çoxalacaq. Kökümsovla isə inci çiçəyi, çayır, ayrıqotu. Burada var, nərgiz və ayrıqotu var. Soğanaqla nərgiz, kökümsovla ayrıqotu. Çiçəkli bitkilərdə hansı nəsil dominantdır? Çiçəkli bitkilərdə sporofit nəsil dominantdır. Qıclardır, çiçəkli bitkilərdə çapaq toxumlardır. Bunlarda sporofit nəsil dominant olacaq. Yadınızda saxlayın, yalnız və yalnız mamırlarda qametofit nəsil dominantdır. İndi sporofit isə D variantı. Burada saprofit uşaqlar çürüntüdə qidalınan deməkdir. Bakteriya və göbələklərə aiddir. Lobya toxumun cücərməsi zamanı baş verən proseslərin düzgün ardıcılığı müəyyən edin. Toxum cücərən zaman birinci olaraq suyudur, şişir, qabığı çatlayır. Çatladıqdan sonra rüşeym kökçü inkişaf edir. Sonra isə gövdəcik çıxacaq. İndi birinci toxumu şişir, su udaraq toxum şişir. Sonra dedik ki, qabıq çatlamalıdır. Əvvəlki həcmdən böyükdür, axı daxili qabığı çatlatmalıdır. Sonra rüşeym kökçünün əsas kök çıxmalıdır və gövdəcik sonunda inkişaf edəcək. Demək olacaq 4, 2, 1, 3, 4, 2, 1, 3 D variantı. Küləklə tozlanan bitkilərə aid. Küləklə tozlanmada necə olur? Silkələnən çiçək qrupunda olmalıdır, tozcuq sayı çox olmalıdır, tozcuqlar xırda olmalıdır, tozcuqlar quru olmalıdır və yüngül olmalıdır. Elə bir, tozcuqlar quru və yüngül olur. Əl və çiçək yalınlığı həşəratladır. Tozcuqların sayı çox sayılı olur, bəli. Çiçəklər cəlbedici çiçək qrupunda həşəratdadır. 1 və 3. Həşəratla tozlananda da əlvan çiçəkləri olur, nektarlıqları olur, kiçik çiçəklər toplanaraq qrup halında olur, iri olur, tozcuqları yapışqan olur. Bunlar da həşəratladır. Erkək yaşıl quş mamırı bitkisi ilə proteinamanın oxşar cəhəti. Deməli, erkək yaşıl quş mamırı və bir proteinamaya ortaq cəhət tapmalıyıq. Qamet əmələ gətirir, erkək quş mamırı əmələ gətirir, proteinam əmələ gətirmir. Üzərində mayalanma getmir. İkisinin üzərində mayalanma getmir. Ayaqçığa malikdir, bu dişidir. Üzərində spor yaranır, bu dişidir. Elə B uyğundur. İkisinin üzərində mayalanma getmir. Mayalanma dişi quş mamırında olur. Doğru fikri seçin. Yaşıl quş mamırı bitkisində hər iki növ qamet bir bitki üzərində deyil. Bəli, doğrudur. Biz deyirik ki,
Quş mamırı iki evli bitkidir. Erkək bitkidə spermatozoidlər yanacaq, dişi bitkidə yumurta hüceyrə. A doğrudur. Qametlərin biri erkəkdə, biri dişidə yaranır, iki evlidir çünki. Bütün pulcuqlarında toxum əmələ gələn dişi qozada en sayda toxum yetişərsə, bu qoza neçə pulcuqdan ibarətdir? Biz bilməliyik ki, bir pulcuqda 2 toxum yaranır. Əgər bir pulcuqda 2 toxum yaranırsa, en sayda toxum yaranıb. En sayda toxum x qədər pulcuqda olacaq. X də bərabərdir, nə alınır? N bölünsün 2. Yəni C variantı. Təkrar edirəm, bir pulcuqda 2 toxum yaranır. 16-da C variantı. Uyğunluğu müəyyən edin. Bu mənim yığma meyvəmdir. Bu sadə meyvəmdir. Çünki burada dişicik çoxdur, bir də mürəkkəb meyvədir. Üçüm də mürəkkəbdir, qrupdur. Üçüm ananas verilib kitabımızda. Yığma meyvəyə isə bizə çiyələk, böyürtkən, moruq verilib. İndi baxaq, 1-ə çiyələk, böyürtkən, moruq. Üçündən birini götürməliyim. 2-də sadə bir meyvə tapaq. Ananas mürəkkəb meyvədir, ananas mürəkkəb meyvədir. Ərik olar, 3 ananas, bəli, D variantı doğrudur. Aşağıdakı hadisə zaman verilənlərdən hansısının miqdarı azalır? Aşağıdakı toxumun cücərməsini və böyüməsini göstərir. Ləpələdəki qida maddələri azalacaq, ayrılan istilik əksinə artır, toxumun kütləsi azalacaq. 1 və 3 A variantı. Çiçəkli bitkinin dişiciyində 5 rüşeym kisəsində cəmi neçə mərkəzi hüceyrə var? Ümumiyyətlə, bir rüşeym kisəsində bir yumurta hüceyrə, bir mərkəzi hüceyrə, 2 sperm gəlib daxil olacaq bu şəkildə. Neçə mərkəzi nüvə deyirsə 5 dənə. Çünki bir rüşeym kisəsində 1, 5-ində də 5 olacaq. Otaq təmiratdan yerləşdirmiş bu qabların hər birinə 3 lobya, 3 çəltik, 3 buğda toxumu qoysaq. Sonra bu toxumların cəmi neçəsi cücərəcək. Quru torpaqda heç biri cücərməyəcək. Nəmdə hamısı cücərəcək, suda da yalnız çəltik cücərir. Deməli, burada 9-u cücərəcək, burada da 3-ü, 12. Şəklə səsin tozlanma üsuluna uyğun bitkini müəyyən edin. Çarpaz. Çarpaz tozlanır və burada həşərat və sair göstərmir, deməli küləklə çarpaz tozlanır. Burada da çovdarda da bu şəkildədir. Doğru ifadəni seçin. Bütün iki evli bitkilərin çiçəkləri hermafroditdir. Bütün iki evli yox. Əksinə iki evlilər hermafrodit olmur, bir cinsli çiçəklər olur. Bir evli bitkilərin çiçəkləri hermafroditdir. Bir evli bitkilərin çiçəkləri hermafroditdir. Bu doğrudur, amma hamısı bu şəkildə deyil. Sonra bir evli bitki, yox, doğru deyil. Bir evli bitkilərin çiçəkləri hermafroditdir. Bir evlidirsə çiçəkləri hermafrodit ola da bilər, olmaya da bilər. Yəni hamısına aid deyil. İki evli bitkinin çiçəkləri hermafroditdir. İki evli bitkilərin çiçəkləri hermafrodit deyil. Bəli, bu tamamilə doğrudur, bir cinslidir. 3 tamamilə doğrudur. Soldakı çiçək sxematik olaraq sağda verilmişdir. Çiçəyin solda verilmiş hissələrini sxematik olaraq göstərdin. 1 ləçəkdir. Burada ləçəkdən 1 işarə olunur. 1-ə 1. 2 dişicikli C işarə olunur. 2-yə C. 3 erkəkcikdir. 4 isə kasacıqdır. Kasacıq burada hanı ayla işarə olunur. B, C, D, A. Elə A variantı. Neçə bitki meyvəsi verilmiş sxematik şərtə uyğundur. Toxumlar arası kəsmədə yerləşir. Bayaq da dedim. Toxumlar arası kəsmədə yerləşirsə buynuz meyvə. Yox, əgər toxumlar desək ki, qının taylarında yerləşir, bu paxla meyvə olardı. Bu isə qının tayı, baxın, bu şəkildə qının tayından əlavə ortada bir ara kəsmə var, toxuma bunun üzərində yerləşir. İndi buynuz meyvə aid olanları tapmalıyıq. Burada da vəzərini götürə bilərəm, bir də kələmi 2 dənə. B. Sual şəhəsinin yerinə hansı cavab yazmaq olar? Moruqdur, böyürtkəndir, qarağatdır. Bunlar nədir? Toxumlar suya yayılır, xeyr. Toxumlar küləklə yayılır, xeyr. Bunlar heyvanlar yeyir, bu şəkildə yayılır. Elə heyvanlar yayır, doğrudur. C variantı. Bu qədər.